Gəlin baxaq məsələlərə. Birinci məsələ standart LCA məsələsidir. Məsələdə deyir ki, n dənə işçidən ibarət bir şirkət verilib və şirkətdəki işçilər arasında bir hiyerarşi var. O hiyerarşini verir bizə. Hiyerarşi tree formasında da deyir. Yəni treedə daha yuxarıda olan, daha aşağıda olan rəhbəri sayılır. Boss burada deyir. Kim kimin birbaşa bossudur o şəkildə tree'ni bizə verir, yəni edge'ləri. Daha sonra 2 dənə query var. Hər query'də də 2 dənə ədəd verir. E, Bu iki işçinin ilk ortaq rəhbəri kimdir, onu tapmağınızı istəyir. Yəni ilk ortaq rəhbərində ikisindən tree'də, yəni başlayıb gedəndə yuxarı ilk kəsişdikləri yer, yəni standart LCA məsələsidir. E, Bu ilə bağlı nəsə sual varsa verə bilərsiniz. Yoxsa yəni ikinci məsələyə baxaq. İkinci məsələ LCA ilə bağlı deyil. Tree renumbering ilə bağlıdır. Burada da deyir ki, sizə bir dənə root tree verilib, yəni noddan ibarət. Nodlar birdən ilə nömrələnib. Bir rootudur tree'nin. Hər nodun bir dənə value'su var. Deyir, aşağıdakı queryləri yerinə yetirmək lazımdır. Hər hansı bir nodun value'sunu dəyişdirmək, yəni update. Change value of node S to X. Calculate the sum of the value in the subtree of node S. S'in subtreesindəki cəmi hesablamaq. Bu da səhv eləmirəmsə, attığım video dərsin izahında bu məsələdən danışılır. Orada renumbering, tree linearization-da necə tree-ni renumber eləyib, elə eləmək olar ki, hər subtree-dəki nodlar ardıcıl ədədlər əmələ gətirsin, ardıcıl indekslər. Daha sonra elə olandan sonra artıq bu məsələ gəlir adi segment tree-də point update range sum query eləməyə. Okey, bu ilə bağlı nəsə sual varmı? Yoxsa keçək növbəti məsələyə. C məsələsi. C-də nə deyir? C də əslində standart LCA məsələsidir, amma biraz constraintlərində N ilə M arasında biraz fərq var deyə bunu vermişəm ki, əslində daha yaxşı LCA üsulu ilə həll edəsiniz. N noddan ibarət tree deyir bizə verilib, sıfırdan n-1-ə nömrələrin nodları. M-dən isə query soruşulacaq. Hər querydə biz lowest common ancestor tapmalıyıq vertex-dən. Amma görə bilərik ki, burada tree'nin ölçüsü 10^5 ola bilər maksimum, amma querylərin sayı 10^7 ola bilər. Yəni 100 dəfə daha çox ola bilər. Bir də querylər çox ola bilər deyə bunu bu qədər datanı inputdan vermək time limitə səbəb ola bilər deyə inputu bizə şey kimi verir. A1, A2 verir, X, Y, Z verir. Sonra A3-dən A2-yə kimi olan ədədləri bu şəkildə generasiya edir, eləyə bilərsiniz. İkinci query'də də A2i-1 üstə V modelindən A2i-nin yəni ki, LCA-sını tapmalısınız. Burada V əvvəlki query'nin cavabıdır deyəsən. Aha. V də əvvəlki query'nin cavabıdır. Dolayısıyla həm də offline eləyə bilmirik məsələni, online eləməliyik. Çünki əvvəlki query'nin cavabını bilməliyik ki, sonraki query'nin nə olduğunu bilək. İndi burada eləməyinizi istədiyim şey əslində Euler Tour üzərində sparse table qrup LCA yazmaq idi. 2 nəfər, 3 nəfər deyəsən yazıb, amma bilmirəm elə yazan var yoxsa yox. 2 nəfərin koduna baxmışdım, elə deyildi. Kimsə elə yazıb, yoxsa hamı binary liftinglə olanla yazıb. Yazamadım, niyə? İndi kodunu göstərərəm indi o cür. E, Bunu burada düz time limiti biraz böyük qoyublar 6 saniyə. Ona görə binary liftinglə olanı da yaxşı sıxsaz belə keçər, amma biraz pis yazsaz time limit verəcək. Amma biraz az olsaydı time limit keçməyə bilərdi binary liftinglə olan. Ona görə spesifik situasiyalarda, yəni belə situasiyalarda hansı ki az ola bilər, amma yenə də bilmək lazımdır doğru üsulla yazmaq. Çünki doğru üsulla olanda preprocessing n log n-dir. Amma sonradan LCA query'lərə cavab vermək o birdir. Hansı ki burada o daha sərfəlidir. 10^5 vur log 10^5, bir də üstə gəl m. Bir də ki var binary liftinglə yazsaz m log n-ə vurulacaq. Hansı ki burada m böyükdür. Burada log n-ə vurulanda biraz daha çox olur. Okey, gəlin də koduna baxaq. Bunun bura göndərmişdim kodunu. Euler Tour'la olan
Euler turun izahı var idi dərsdə, amma kod bilmirəm orada göstərmişəm yoxsa yox. Gəlin burada baxaq koduna. E, Ümumiyyətlə Euler turunu tapmaq üçün trin bir dəfə DFS eləyirik. DFS-də necə çıxardırıq Euler turu? Standart Euler tur nədir? Hansı noda giririksə, o nodları yazırıq və çıxdıqca da eyni təzədən hansı noda qayıtdıqsa onları yazırıq. E, Burada nə eləmişik? Bir də ekstra şeylər biraz saxlamaq lazımdır. Məsələn, Euler turda hər bir nodun ilk rast gəldiyi yeri saxlamaq lazımdır. Onun üçün belə bir array götürmüşük. First position node. İlk dəfə DFS o noda girəndə bu ilk dəfə həmən nod Euler turda rast gəlinirdi. Elədir. Onda həmən vaxtı positionda yadda saxlayırıq. Positionda bizdə şeydir. E, Hər dəfə Euler tura nəsə artırdıqca positionu artırırıq. Sonra nə saxlamışıq? Sonra Euler positionda nodu saxlamışıq. Bu Euler turdu. Bir də level deyə bir şeydə də nə saxlamışıq? Levelda da elə bir ki, eyni həmən o Euler turdakı nodun 3-dəki leveli nədir, onu saxlamışıq standart. Levelda saxlayandan sonra positionu bir bayda artırmışıq, görə bilərsiniz. Burada position plus plus yazmışam mən. Sonra level position minus 1 üstə gəl 1 yazmışam. Bu position plus plus axırda baş verir bu sətr icra olunanda. Yəni çaşdırmasın sizə. Elə bir ki, belə yaza bilərsiniz. Level position bərabər level position çıx 1 üstə gəl 1 və sonra position plus plus. Yəni, bu da nədir? Bir position minus 1-dəki nod bundan bir əvvəlki vizit elədiyimiz noddur. Yəni ondan bir dənə aşağıda olduğuna görə bu nod, bunun leveli ondan bir dənə artıq olmalıdır. Levelləri bu şəkildə hesablaya bilərik Euler turunun üzərindəki nodların. Okay, sonra rekursiv olaraq DFS-də child noda gedirik. Child noda gedərkən getdiyimiz nod baxın burada Euler turda yazılacaq elədir. Bir də oradan çıxanda təzədən o nodu Euler tura yazmaq lazımdır. Əslində bunu aşağıda da eləmək olardı. Yəni bu nodun DFS-in öz nodundan çıxanda. Burada niyə elədiyimi tam xatırlamıram, amma görün bir səbəbi varmı? Axırda bir dənə root noda gələndə root nod üçün burada yaza bilərdim. Olmayacaq. Yox. Elə də eləmək olar əslində. Prosto xırda nəyisə yığışdırmaq üçün eləmişəm. Yəni elə ciddi bir fərqi olmayacaq, eyni şeydir. Yəni tree-dir bu düşünün. Tutaq ki, budur tree-miz. Hərflərlə işarələsəm. A, B, C, D, Y olsun. Normalda mən Euler turda nə edirəm? A nodundan başladımsa A-nı yazıram Euler tura. Sonra B noduna deyək ki, getdim. Hansı noda getsə DFS, rekursiv ora girsə o nodu yazır. Elədir. B-yə getdim deyək ki, B-ni yazıram. Sonra deyək ki, D-yə getdim, D-ni yazıram. D-nin DFS-i başlayanda D-ni yazdım. Bitəndə təzədən bir dəfə də D-ni yazacağam. Amma burada onu yazmasın deyə də deyəsən. Görün. Çünki burada yazsaq bitəndə bir dəfə də D-ni yazacaq. Amma biz istəyirik ki, bitəndə geri qayıdıb B-ni yazsın artıq. O baş verməsin deyədir. O əslində handle eləmək olardı. Bu bir də məncə leaf nodlarda olur. Yox. Bir dənə yazaq. D düzdür. B-ni yazmır qayıtmalarda. Hə, düzdür. Qayıtmalarda B-ni yazmaq üçün nodu yazmışıq. Bura sonra çaşdım. Elə bildim ki, bunu yazmış. Hər child'ın subtrisi bitəndən sonra nodu bir qrup yazırıq. Okey, aydın oldu. Xatırladıq niyə elədi. Deməli, indi Euler tur budur. A, B, D-yə getdi. D-dən çıxanda təzədən parent-ə qayıtsa parent-i yazırıq burada. Yəni elə bir ki, tunun dəfəsi bitəndən sonra təzədən parent-i yazırıq. Çünki parent-ə qayıtdıq. Təzədən başqa bir child'a getdi. Təzədən parent-ə qayıdanda bir dənə də parent-i yazırıq. Sonra təzədən onun parentinə qayıdırıq, onu yazırıq. Sonra C-yə getdik. Sonra C-dən təzədən parentinə qayıdırıq, onu yazırıq. Belə-belə yazdıq. Euler tur buydu. İndi burada digər şeylər də bildiyi də nədir? First position oldu ki, hər noda harda rast gəlinib onu yadda saxlayıram. Bu A nodu üçün position buradır, B üçün buradır, D üçün 2 dəfə buradadır, Y üçün 2 dəfə buradadır, C üçün də 2 dəfə buradadır. Bunları yadda saxlamışıq.
Bir də level'larını yadda saxlamışıq. Yəni bu nodların bu sırada Euler turda hər şeyin uyğun level'ı nədir? Sıfırdan və ya birdən indeksləyərək yazmışam level'ı mən. Position birdən, yox, level'ı bilmirəm. Level sıfırdan desən yazmışam. Level, node 0 üçün -1 qoymuşamsa, burada 2 dəfə üstünə 1 gələndə sıfırdan olacaq. Burada sıfırdan level'larını nömrələmişik, belə-belə gedib. İndi dərsə baxmışdıqsa, orada yəni Euler turun nə olduğundan danışılıb, orada çox detallarına girmirəm. Sonraki hissədə nə edəcəyik bu turu qurandan sonra? Euler turun üzərində sparse table eləyəcəyik. Minimum sparse table, yəni RMQ, range minimum query eləyən sparse table qurmalıyıq. Onu da belə bir şəkildə qurmuşam mən. Görək nədir? Pre-computation, 2 dənə şey pre-computation eləmişəm. Bir, burada logu pre-compute eləmişəm. Logu nə üçün pre-compute eləmişəm? Onu birazdan görəcəyik. Yəni, hər hansı bir ədədin loqaritması nə verəcək və yaxud içindəki 2-nin ən böyük qüvvəti nədir? Onu hesablamışıq burada. Bunu sadə də hesablamaq. Log i bərabərdir log i bölü 2 üstə gəl 1. Yəni, məsələn, 5-in logu nə olacaq? 5-in içindəki 2-nin ən böyük qüvvəti 5 bölü 2-nin içindəki 2-nin ən böyük qüvvəti üstə gəl 1 olacaq. Sonra nə eləmişik? Burada S-də sparse table'dır bizdə. Sparse table nədir? N-in log n-ə bir datadır və ya tərsinə log n-i də saxlaya biləriz. Məndə burada n-in log n-ədir. Hər birini n-in deyəndə ki, n burada tree-nin nodlarının sayı kimi demir, amma Euler turun uzunluğu kimi götürür. Burada position qoymuşam ölçüsünü. Bu əslində 2n eləyəcək, tree-nin ölçüsünə görə baxsaq. Bunları eləyəndən sonra burası standart sparse table'dır. Yəni minimum range minimum query eləmək üçün sparse table. Birinci deyirik ki, hər positionda 2/0 ölçülü, yəni orada başlayıb orada bitən range üçün elə minimum element o elementin özüdür. Sonra 2/1 ölçülüdən 2/log minus 1 ölçülüyə kimi maksimum log nə ola bilərsə elə bir log götürməliyik burada. Yəni ki 18 bəs eləyər ya da 19 götürmüşəm mən. Və hər başlanğıc position üçün oradan başlayaraq 200J ölçülü olanlar üçün cavabı hesablamışıq. Onun üçün də nə eləmişik? 200J-1 ölçülü olan sol yarı ilə sağ yarının levelini müqayisə eləmişik. Əgər ki, sol yarının leveli daha balacadsa və ya bərabərsə, bərabər olanda əslində fərqi yoxdur, birini saxlaya bilərsiniz. Sol tərəfi saxlamışıq, əks halda sağ tərəfdəki indeksi saxlamışıq. İndeksi saxlamışıq, yəni dəyəri yox, indeksin özünü saxlamışıq. Sonra LCA hesablayanda nə edirik? Biz demişdik ki, 2 nodun LCA Euler turda nə olur? O 2 nodun ilk rast gəlindiyi, Euler turda ilk rast gəlindiyi yerlərin arasında level'ı ən kiçik olan level'a uyğun nod olur. Elədir? Çünki məsələn, tutaq ki, D ilə C-nin LCA-i nə olur? Mən o LCA olan noda nə vaxtsa gəlmişəm, oradan gedib D-yə getmişəm və qayıdıb nə vaxtsa C-yə getmişəm. Amma daha yuxarısına getməmişəm də, deyək ki, burada yuxarıda nələrsə var idisə. Demək ki, D-yə ilk girdiyim vaxtdan C-yə ilk girdiyim vaxta kimi o arada olduğum ən balaca level'lı şey bu A olacaq. Ondan daha balaca level'lı bir şey yoxdur. Dolayısıyla first position'larda saxlamışıq ki, həmən 2 nodun first position'ını götürürük Euler turda. Bu olsun L bizdə, first position V olsun R. Əgər tərsinədirsə L ilə R bunları swap eləyirik ki, düzgün range yaransın. İndi bizdə nədir məsələ? LR range'ində minimumu tapmaq lazımdır. LR range'ində də minimumu tapmaq üçün o birə nə edirdik? İstənilən LR range'i, tutaq ki, bu bizim R-dir, bu da LR range'idir. LR range'inin içinə sığan ən böyük 2-nin qüvvətini tapırıq. Yəni, bu aralığın içinə sığan ən böyük 2-nin qüvvəti. Onda L-də başlayıb həmən 2-nin qüvvəti qədər olan hissə üçün olan minimumu götürürük. Bir də R-də bitən ən böyük 2-nin qüvvəti olan götürürük geriyə doğru. Bu ikisi mütləq kəsişəcək. Çünki bu aralığa sığan 2-nin ən böyük qüvvətini götürdüyümüzə görə bu ikisi ən azı bir dənə pointdə gəlib kəsişəcək. Yəni, dolayısıyla hər şeyi cover eləyir buradakı. Bu ikisinin minimumu olacaq bizim cavabımız. Logları hesablamağımız da buna görə idi ki, burada məsələn bu LR aralığına sığan 2-nin ən böyük qüvvəti nədir? Onu təzədən loqa hesablamayaq. Qabaqcadan pre-compute eləmişik. Bilirik ki, bu aralığın ölçüsü nədir? R minus L üstə gəl 1-dir. Onda bu ədədin loqu lazımdır da bizə. Bundan ki, pre-compute eləmişik. Size demişəm ona. Onun loqunu pre-compute eləmişdik. Loqunu alandan sonra demək bilirəm ki, L-də başlayıb 200J ölçülü olan şeyi götürməliyəm. Bir də R-də bitən 200J ölçülü, o da harada başlayır? Onu R-dən 200J çıxıb üstünə 1 gələndə tapırıq. Yəni, o yerdə başlamalıdır ki,
R-də bitsin. Okay, bu ikisini təzədən LR dəyişənlərində yadda saxlamışam mən yenə də. Yəni bu artıq LR burada mənə nəyi verir? Bu arada olan minimumdan bu arada olan minimumu. O ikisi arasında da onların level'larını müqayisə edirəm. Hansı daha kiçikdirsə level olaraq mənə nodun özü lazımdır, elədir? Level olaraq hansı daha kiçikdirsə o position'a uyğun Euler turdakı nodu qaytarıram. Yəni Euler L-i qaytarıram və yaxud o bu tərəf daha kiçiksə Euler R-i qaytarıram. Okey, bu hissəsi də yazıldı. Qalan da məsələnin həll hissəsidir. Məsələnin həll hissəsində də DFS çağırırsınız, sparse table qurursunuz. Sonraki hissədə querylər gəlir. Querylərdə də burada verilmiş x, y, z-dən istifadə edib hesablayırıq hər dəfə. Başa düşdük implementation-a. Nəsə sual var implementation-la bağlı? Verilən ədədlər. Yox, bir onsuz əvvəlki query cavab vermədən sonrakini generate eləyə bilmirsən. Məsələdə sonraki query'nin cavabını get-gedə eləməlisən zaten. Çünki yaddaşda saxlamağın mənasızdır. Məsələdə nə deyir? Məsələdə deyir ki, A1, A2-ni verib sənə. Sonraki A-ləri bu şəkildə hesablayırsan. A-ləri yuxarıda hesablayır, sorry. Amma yəni yadda saxlamada boş yerə niyə memory işlərsin? Saxlaya bilərsən, amma memory limit verərmi? Bilmirəm, verməz yəni ki. 40 megabayt eləyir. Arada neçəsini görüyor olabilirsiniz də. A2 Yox, niyə ötürsən ki? Birinci query A1, A2-dir. Növbəti query yeni yerini 2 qoyanda A3, A4 olacaq. Ondan sonraki A5, A6 olacaq. Ardıcıl ikisidir də, yəni hər dəfə querylədir. Ona görə hər dəfə ikisini hesablayıb elə cavab verə bilərsən. Ehtiyac yoxdur yadda saxlamağa. Burada gördüyünüz kimi mən saxlamamışam yadda. Okey. Okey. Diğer meseleye keçək onda. Bu sayı. D məsələsində nə deyir? Deyir, bizə bir dənə tree verilib, yenə n noddan ibarət və hər bir nodun bir root nodu və hər bir i nodunun weight'i var. Nodun weight'i W ilə işarə olunur. İki tip əməliyyat eləyə bilərik biz bu tree'nin üzərində. Bir SA nə deməkdir? Find the sum of weight of node A sub-tree nodes including node A. Node A-nın sub-tree'sindəki nodların weightləri cəmini tapın deyir. Node A-nın özü də daxil. Bir də ikinci tip bir şey eləyə bilərik. RA tree'nin rootunu dəyişib A nodu eləyin deyir. Yəni sub-tree sum nə deməkdir? Tree'ni hər hansı bir nodda rootlayanda siz o şəkildə aşağıya doğru tree düzülür nodları və orada sub-tree sumlar hesablayırsınız. Dolayısıyla root nod dəyişəndə hər hansı bir noddakı sub-tree dəyişə bilər. Amma başda bir nodudur root nod. Bu məsələni necə həll edə bilirik? Biz sadəcə elə başda bir nodunda rootlanmış tree üçün sub-tree sumları hesablasaq, daha sonra isə rootun dəyişmələrini yadda saxlasaq, yəni hal-hazırda rootun nə olduğunu yadda saxlasaq, əslində bu iki informasiyadan istifadə edib yəni təzədən hesablamadan, hər root üçün hesablamadan cavabı tapa bilirik. Necə eləyə bilirik onu? Bir neçə dənə hal var. Deyək ki, rootu birdə rootlayıb hesablamışıq sub-tree cəmləri. İndi hər hansı bir, burada ortada müəyyən nodlar ola bilər. Hər hansı bir V nodu üçün deyək ki, hal-hazırda bizim rootumuz root olsun, root nodu. Bu ola bilər başda 1-də, amma ola bilər dəyişib artıq. İndi hər hansı bir V nodu üçün bizdən sub-tree sum soruşur. SA query'si gəlib, SV deyək də onu. SV query'si gəlib. Biz buna necə cavab verə bilərik? Əgər ki, tree'ni 1-də rootlayanda, yəni başlanğıc situasiyada V nodu root'un sub-tree'sindədirsə, daha doğrusu sorry, root
Hə, V nodu rootun subtreesindədirsə, məsələn, root belə bir yerdədir deyək ki, bura rootdursa, root. Belə bir situasiyada nə baş verəcək? V-də buradır. Belə bir situasiyada biz trini burada da rootlasaq, yenə V-nin subtreesindəki cəm dəyişmir, görə bilərsiniz elədir. Yəni buradan bu yuxarıda qalan hissəni aşağıya əysək, bu tərəfdə bir dəyişiklik baş vermir. Ona görə V-nin subtreesindəki cavab dəyişməyəcək. Elə birdə rootlayanda nə idisə, burada da rootlayanda eyni şey olacaq. Okey, deməli bir dənə case nədir? Bir dənə case odur ki, e, əgər root birdə rootlayanda trini root V-nin ancestorıdırsa, bunu belə işarə edirəm və belə yaza bilərik. Is ancestor root v. Yəni, root v-nin ancestorıdırsa, cavabımız elə subtrisam v-dir, birdə rootlayanda trini. Sonra hansı hallar var? Əgər deyilsə, e, root v-nin ancestoru, onda bir neçə hal ola bilər. Əslində, bir dənə halda da yenə birinci hala girəcək. Məsələn, deyil, amma belə bir situasiya olsun. Deyək ki, root bu qanadda bu yanda da bir qanad var deyək. Root da buralarda bir yerdədir. Burada gördüyümüz kimi V-nin ancestoru deyil root, elədir. Amma bu rootda yenə rootlasaq, yenə bu V-nin subtrisi elə V-nin subtrisi kimi qalacaq, elədir. Trini təsəvvür eləsəz fırlanmasını. Burada bir dəyişiklik olmayacaq. Çünki buradan yuxarı olan hissə sallanacaq. Buranı elə yenə özü olduğu kimi qalacaq. Yəni, əslində bu təkcə bir dənə bu halda deyil. Ona görə gəlin bunu yığışdıraq. Daha spesifik hal hansıdır? Ancestor olmayan hal daha spesifikdir. Ancestor olmayan yox, daha doğrusu tərsinəsi. V rootun ancestoru olanda. V rootun ancestorudirsə. Yəni, burada gördük ki, əslində root V-nin ancestorsa və yaxud heç bir şəkildə biri digərinin ancestoru deyilsə, cavab V üçün olduğu kimi qalır. Bir dənə xüsusi hal var, ona gələcəm. Amma root V-nin subtrisində bir yerdə olsa, bu halda cavab dəyişəcək. Dəyişə bilər, yəni. Çünki root V-nin subtrisində bir yerdədirsə, artıq onda buradan trini sallayanda V-də bu aşağıdakı hissə qalmayacaq. Başqa bir şey qalacaq. Amma o qalan şey nədir? Əslində qalan şey belə bir şeydir. Baxın, rootdan yuxarı gedərkən V-yə doğru, burada rootdan V-yə gedəndə rootun parenti olan nodu tapsaq, birbaşa parenti olan nod, daha doğrusu şey tapsaq, sorry. Rootdan V-yə gedəndə V-nin birbaşa child'ı olan bir nodu tapsaq, deyək ki, bu noddur o. V-nin child'ıdır. O zaman V-nin subtrisindəki əslində sum, hal-hazırda V-nin subtrisində olacaq sum, ümumi trinin samı çıxılsın nəyə bərabər olacaq? Sum deyə ümumi trinin samıdır. Ona və yaxud belə də deyə bilərsiniz. Sum 1 deyə bilərik. 1-də rootlamışıq deyə sum 1 ümumi trinin samıdır. Çıxılsın, trini burada rootlayanda indi V-nin subtrisində hansı hissə qalır? Baxın, V-nin subtrisindən başqa kənarda qalan hər şey V-nin subtrisində qalır bu səfər. Bir də V-nin subtrisində olanlardan da bəzi şeylər V-nin subtrisində qala bilər. Hansılar qalır? Baxın, bu V-dən bu roota gedəndəki child'dan başqa əslində hər şey orada qalır. Yəni, bir də bu child'ın subtrisində olan şeydən başqa hər şey V-nin subtrisində olacaq. Elədir. Burada rootlasaq artıq, buradan gedərkən bu noddan keçəndən sonra bu noda gəlirik. Artıq bu noddan keçəndən sonra bu noda gəldiksə, buradan gedə biləcəyimiz istənilən yer bu V-nin subtrisindədir, elədir. Buradan bu kənarda olan başqa yerlərin hamısına gedə bilərik. Yəni, onlar hamısı yenə də onun subtrisində qalacaq. Amma bir dənə bu roota doğru gedən child'ındakı şey dəyişəcək. Yəni, dolayısıyla roota doğru gedən child nodunu tapmalıyıq və onun subtris samını çıxmalıyıq ümumi trinin samından. Sum 1 çıxılsın, sum nə deyək ona? Child V root deyirəm ona. Yəni, V-dən roota doğru gedəndə V-nin child'ı. Bu child'dakı subtris samı sum 1-dən çıxmalıyam.
Bu hansı haldadır? V rootun ancestorıdsa, yəni root V-nin subtreesində yerləşirsə. Əks halda dediyi cavab elə somewhere olur. Bir dənə xüsusi hal var. Bir dənə xüsusi hal var. O hansı haldır? Root V-yə bərabər olanda. Root V-yə bərabərdirsə, bu əslində çox trivial haldır. Bu halda aydın məsələdir ki, cavab elə sum 1-dir. Çünki root V-yə bərabərdirsə, 3V-də rootlanıb. Onda demək bütün nodların cəmi orada həmən subtree-dədir. Bu halı bu iki dənə case-ə salmaq olurmu? Məncə olmur. Çünki əvvəlki kodumda baxmışam belədir. Amma bir dənə gəlin düşünək görək bu ikisi ilə handle eləmək olarmı necəsə. Məsələn, deyək ki, V bu noddur. Bu daha doğrusu V rootdur. Hə, V ilə root üst-üstə düşür. Bu halda biz e, sum V desək səhvdir. İkinci hal təbii ki, səhvdir. Bu halda da nə etməliyik? Baxın bu hal niyə işləmir? Çünki burada deyirdi ki, child'dan root'a gedəndə onun child'ındakı V-dən root'a gedəndə onun child'ındakı subtree-ni çıxmalıyıq. Amma burada V-dən root'a gedə bilmirik. V ilə root üst-üstə düşür. Bu halı burayla da handle edə bilmirik. Və yaxud əslində burayla handle edə bilirik. Bu halda deyə bilirik ki, yəni bu tərəf yoxdur. Yəni bu tərəf sıfırdır sanki. Ona görə yəni elə baxsaz əslində cavabın sum 1 olduğunu görə bilərsiniz. Kim başa düşdü həllini məsələnin? Koduna baxmağa ehtiyac varmı? Olsa deyə bilərsiniz. İkinci tip query-də rahatdır. Prosta root-u yadda saxlamanız hər dəfə root-u nəyə dəyişirsiniz. Baxaq da. Kodunda bir LCA var. LCA varmı? LCA deyəndə yəni child'ı tapmaq məsələsi var. Burada nədir? Qrafı saxlamışıq. DFS eləmişik birdən atıb. DFS eləyərkən burada subtree size-ları hesablamışıq. Bu da SF şeydir məndə. Time in, time out-dur. LCA birinin digərinin ancestor'ın olduğunu yoxlamaq üçün. Bu böyük W subtree-nin cəmidir. Balaca W nodun özündəki value-dur. Burada subtree sum eləmişik normal. Bir də birbaşa parent-ını yadda saxlamışam. Birbaşa parent-ını yadda saxlayandan sonra DFS-də burada build prosesində sparse table-ı build eləmişəm və yaxud binary lifting-i build eləmişəm. Okay, binary lifting-i də build eləmək, burada call eləmişik. Bunları eləyəndən sonra nə var? Başda root deyirik 1-dir. Əməliyyatı girir. Əgər root dəyişmə əməliyyatıdırsa təzə rootu yadda saxlayırıq. Əks halda root əgər V-yə bərabərdirsə subtree sum 1-i veririk, ümumi tree'in sumunu. Əks halda əgər root V-nin subtreesindədirsə bu şərt ödənməlidir. On time in, time out range bunun range'in içində olmalıdır. O halda dedik ki, nə edirik? Bunu handle edirik. Yəni LCA hissəsi burada lazımdır əslində. Rootdan V-dən roota gedəndə, mən burada root V yazmışam. V-dən roota çünki gedə bilmirik əslində. Rootdan binary jumping-lə V-yə doğru qalxırıq. Yəni rootdan V-yə qalxanda onun ilk ən son V-nin child olan nodda dayanasıyıq. Həmən nodu tapırıq, onu çıxırıq. O da burada baş verir. LCA-yə bənzər bir prosesdir. 2 üstü parent-ına qalxanda baxırıq əgər ora daxil olma time-ı hələ də V-nin daxil olma time-ından böyüksə, demək V-nin altında olan bir yerə qalxırıq, o zaman qalxa bilərik. Bu şəkildə qalxa-qalxa gedirik. Yekunda həmişə avtomatik V-nin altındakı childda qalmalıyıq. Orada qaldığımızda burada assert-lə yoxlamışam. Əgər qalmasaq assert false verməlidir. Okay, həmən nodu qaytarırıq. Qalan hallarda cavab elə V nodunun özündəki subtree cəmdir. Okay. Nəsə sual varmı? Neçə nəfər yazmış? 1, 2, 3 nəfər. Tamam, gəlin o zaman növbəti məsələyə baxaq. Y məsələsi. Query on a tree 2. Bu məsələdə də deyir ki, yenə bizə bir tree verilib. İki tip query verilə bilər tree üzərində. Tree weighted tree'dir yəqin ki. Each edge has an integer value assigned to it. Hər edge'in bir dənə weight'i var. Bir
distance query'lər ola bilər. A nodundan B noduna olan pəsin uzunluğunu tapmaq. Bu standart əslində LCA ilə həll olunur. Yəni LCA tapırsınız, A-dan LCA və LCA-dən A-ya qədər olan məsafəni tapırsınız. Daha doğrusu əslində rahat odur ki, rootdan A-ya qədər olan məsafəni tapırsınız, rootdan B-yə qədər bu ikisini toplayırsınız. E, Bir də LCA-yi tapıb rootdan LCA-yə qədər olan məsafəni 2 dəfə çıxırıq. Bir də A-dan B-yə olan pəsin üzərindəki kanıncı nodu deyir tapın. Bunu da yenə binary liftinglə həll edə bilirik. Okay, deməli distance tapmaq tree-də necədir? Əgər ki biz tree-ni rootdasaq, hər hansı bir nodda, tutaq ki 1-də rootdadıq və rootladığımız noddan bütün nodlara distance-ları hesablasaq, normal DFS eləyərkən bunları hesablaya bilərik. Daha sonra hər hansı iki nod arasındakı məsafə, tutaq ki bu A ilə B arasındakı məsafə nəyə bərabər olacaq? 1-dən A-ya olan məsafə, üstəgəl 1-dən B-yə qədər olan məsafə çıxılsın bu hissəni baxın 2 dəfə toplamışıq. Çünki 1-dən A-ya gedəndə buranı toplamışıq, bir də 1-dən B-yə gedəndə buranı toplamışıq. Hansı ki bura A-dan B-yə gedən pəsə aid deyil. O da hansı noda qədər olan məsafə deməkdir? LCA-yə qədər olan məsafə A ilə B-nin. Dolayısıyla A ilə B-nin LCA-ni tapmaq və bunu vermək lazımdır. Əgər D A-ya qədər olan məsafəni göstərirsə, DB də oxşar şəkildə B-yə qədər cavab olacaq D-A çıx D, üstə DB çıx 2 vur D LCA AB. Distance-ı belə tapa bilirik. K-nıncı nodu necə tapa bilirik pəs üzərindəki? Pəs üzərindəki K-nıncı nodu tapmaq üçün də deyək ki bu A və B nodudur və bunların LCA-idir. Biz LCA-yi hesablasaq A və B nodu üçün A-dan B-yə gedən pəsin üzərindəki K-nıncı nodu istəyir. Dolayısıyla yəni burada A birincidir, sonra bir üstdəki ikincidir və s. Yəni ki birdən nömrələyib. Əgər ki A-dan L-a kimi olan nodların sayını bilsək, bu say əgər özü K-dan böyük bərabərsə, demək həmən o K-nıncı nod bu yarım hissədədir. Yox, əgər K buradakı nodların sayından daha böyüksə, o zaman həmən nod bu hissədədir. Onu birinci müəyyən eləmək lazımdır, hansı hissədədir. Tutaq ki, bu hissədədirsə, yəni K, buradakı nodların sayını necə saya bilərik bu arada? Rahat levellarını hesablasınız hər bir nodun. Levellar fərqi qədər var. Məsələn, bunun leveli 5-dirsə, atıram, bunun leveli 2-dirsə, onda bu arada neçə dənə nod var? 4 dənə nod var, elədir? 5, bir dənə yuxarıda qalxanda 4, bir dənə yuxarıda 3, bir də LCD olan 2, 4 dənə nod var. Yəni, bunun leveli çıx, bunun leveli üstə gəl bir dənə. Əgər K bundan kiçik bərabərdirsə, demək buradadır. Dolayısıyla binary jumpinglə K dənə yuxarı qalxanda olan nodu gəlib tapacaqsınız. Daha doğrusu K-1 dənə yuxarı qalxanda. Çünki birinci nod bu nodun özüdür. Yəni buradan K-1 dənə yuxarı qalxsanız K-nıncını tapasınız. Yox, əgər bu hissəyə düşürsə, yəni K böyükdürsə buradakı saydan, onda bu tərəfdə neçənci olduğunu onu tapmaq lazımdır. Və ya daha rahat olar ki, yəni buradan qalxanda neçənci olduğunu tapasınız. Onda necə tapa bilərsiniz? Buradan düşəndə neçənci olduğunu rahat tapa bilirik. Elədir. Buradan düşəndə K çıxılsın sayıncı olmalıdır. Onda buradan qalxanda neçənci olduğunu da nə ilə tapa bilərsiniz? Bunların level fərqinə görə tapa bilərsiniz. Yəni B-nin leveli ilə LCA-nin level fərqinə görə buradan qalxanda neçənci olduğunu tapa bilərsiniz. Yəni, buranın elə ki, ölçüsünü tapıb bu fərqi çıxsaz, onda qalacaq bizə bu fərq. Buradan qalxanda neçənci olduğu. Onu da tapandan sonra yenə məsələnin həlli eyni şeyə gəlir. B-dən, tutaq ki, buradan qalxanda neçənci olduğunu tapdıqsa, o qədər qalxmalıyıq binary jumpinglə. Kim başa düşür bu məsələnin həllini? Koduna baxmaq istəyən varmı? Okey. Gəlin o zaman keçək bunu da. Növbəti məsələ F məsələsi. Add and orange tree. Bu məsələdə nə deyir? Burada deyir ki, bizə bir dənə tree verilib və tree-nin 250 dənə tree orange tree-dir.
e, portağal ağacıdır və trinin hər nodunda portağalların fərqli rəngləri ola bilər. Və portağalların da burada deyir ki 250 dənə fərqli rəngi ola bilər. E, və bizə querylər verir. Querylər nədən ibarətdir? A nodundan B noduna gedərkən və ya A portağalından B portağalına gedərkən o keçdiyimiz pəstə 3-də burada by shortest pass deyir. Zaten yəni təkrar hər hansı bir yerə getməsəz 3-dən onsuz bir dənə pass var adam B-yə gedən. Keçdiyimiz bütün nodların sub-treelərində qalan bütün orange'ları götürsək, bütün portağalları neçə müxtəlif rəngli portağal olmuş olar? Okay, indi məsələni əslində analiz eləsək, birinci görə nəyi tapmalıyıq tam olaraq? Pass deyir bizə, amma məsələn belə bir treedir. Deyək ki, bu noddan bu noda gedən passdəki bütün e, nodların subtreelərində qalan nodların və nodlarda neçə müxtəlif value var, bunu tapmalıyıq. Bu da əslində belə görsək, LCA-in subtreesində qalan nodlar deməkdir, elədir. Çünki burada ən yuxarı leveldə qalxacağımız nod bu pəstə gedəndə LCA-dir və zaten LCA-in subtreesində qalan nod digər bütün nodların subtreesində qalan nodları cover edir. Yəni məsələ əslində nədir? 2 dənə nod verir bizə A və B və biz o iki nodun LCA-nin subtreesində qalan neçə dənə qalan subtreedə neçə müxtəlif ədəd var, bunu tapmalıyıq. Bu məsələdə əslində şeydir. Bir nodun subtreesində neçə müxtəlif value var, bunu tapmaq small to large merging ilə eləyə bilirsiniz. Bundan dərsdə danışılır məncə. CSS-dən oxşar bir məsələ var. Amma bu məsələni small to large mergingdən başqa üsullarla da eləyə bilərsiniz. Nəyə görə? Çünki bir dənə maraqlı constraint var burada. SI-lər 250-dən kiçikdir. Yəni nodlardakı value'lar çox da böyük ola bilməz. 250-dən fərqli dəyər ola bilər. Çox daha böyük olsaydı, okay, small to large merging lazımdır. Amma 250 olanda başqa ideyalarda tətbiq eləmək olar. Bunu eləyənlər small to large merging ilə eləyib hamı. Kim eləyib? Small to large, sən də small to large eləmsən. Başqa kim eləyib? Sən də small to large eləmsən. Setlə eləmisiz, hə? Setlə small to large, yəni log kvadratda. Okay, başqa ideya kimin nə ağlına gəlir? Bundan istifadə eləyib, 250-dən istifadə eləyib necə eləmək olar? %150 yox, birdən 50 olsaydı nə edə bilərdiniz məsələn? Constraint. Onlara insan onlarda Precompute. Onsuz small tool'larda da precompute eləmişsiniz də, yəni birinci precompute eləmişsiniz, hər subtree-də neçə fərqli var, sonra query'lərə cavab vermişsiniz. Zaten elə o precompute hissəsini deyirəm. Query'lərə cavab vermək hissəsi sadə LCA hesablayıb prosto precompute elədiyi cavabı verməkdir. Yəni precompute small tool'larla yox, başqa cür necə eləyə bilərik? Buradakı constraint 50 olsa, hələ ki 50 olsa düşünün, 250-ni də buradan çıxartmaq olar. Həmən rəngi var. Aha, belə eləyə bilərsiniz məsələn bir dənə ideya. Amma çox da effektiv deyil yəni. Burada nə oldu? Kompleksdir. Elə bir ki 50 rəng olsaydı, 50 fərqli hər rəng üçün bir dənə data struktur saxlaya bilərsiniz. Segmentary və fanfic deyək. Və sonra range query eləməlisiniz ki, burada və renumbering eləsəz, hər hansı bir subtree contiguous range olur. Elədir. Sonra query eləsəz, tapa bilərsiniz ki, o rangedə həmən rəngdən var ya yox. 50 dənə data structure-da, 50 dənə fanfic-də və 50 dənə segmentary-də query eləməlisiniz. Belə onda kompleks 50 vurulsun, hər nod üçün olsa 50 vurulsun log. Amma daha yaxşı şey eləmək olar. Sparse table-dan some sparse table-da olmur məncə logos.
Həm max saxlayırsan, 0-1 kimi saxlayıb max o da olar, okey. Amma onda da 50 dənə Spark Stable build eləməlisən. Hər Spark Stable'da n-log-n'dir. Özü də build eləmək prosesi. 50 vur n-log-n yenə olur. Daha ağıllı nə eləmək olar? Oyun həll eləmək olar əslində, yəni məsələn oyun. Oyun əslində vur log var da, amma çox yaxşı bir log var yanında. Yəni n-logda amma çox yaxşı log. Because akan have things that I like that or I like something that Ne bilərik, yəni ərri nə qaytarır? Nə ərri? uh or mesela Hər bir colordan nə qədər var? Sadəcə var ya da yoxdur. Qaytarsaq vasitəsində nə qədər olduğu önəmli deyil ki. Hə. Hə, sonra onları birləşdirək də bir də bu nod üçün lazım. Burada da 50 ölçülü şeylər olduğuna görə ümumi 50-yə vurulacaq kompleksdir. Okey. Ya da 250-yə. Tamam, belə eləyə bilərsiniz, amma daha effektiv nə olar? O ideyanı eləmək. Yəni, məsələn, Vadid deyir ki, array saxlayaq burada. Məsələn, burada bir dənə 50 ölçülü arrayimiz var və ya vektorumuz var. Burada da bir dənə 50 ölçülü vektorumuz var. Yəni bu subtree-də hansı rənglərdən olub olmadığını saxlayır. Bu da bu subtree-də hansından olub olmadığını saxlayır. Bir də bu nodun öz rəngi var. İndi bu nod üçün təzədən 50 ölçülü bir vektor saxlaya bilərik. Bunun öz rəngini orada true eləyəcəyik. Bir də bu childlarının 50 ölçülü vektorlarını gəzib nələr true isə onu true eləyəcəyik. Bəlkə ümumi kompleksdə 50-yə vurulur və ya 250 isə 250-yə vurulur. Amma 50 olanda bunu daha ağıllı nə edə bilərsiniz? Long ədəd saxlaya bilərsiniz burada bir dənə. Hər nod üçün bir dənə ədəd saxlayın. Əgər ininci rəng varsa həmən nodda, orada ininci biti 1 eləyin ədədin içində. Yoxdursa 0 kimi saxlayın. 50 bitli ədəddə longa sığdığına görə adi bir dənə long kimi saxlaya bilərsiniz, elədir. Daha sonra bu nod üçün cavabı hesablamaq istəyəndə, məsələn bu nodda 5-ci rəngdirsə, bir dənə ədəd var, onun 5-ci bitini 1 eləyəcəksiniz. 5-ci bitini 1 eləyəcəksiniz. Və bir də child'ları ilə orlayacaqsınız, elədir? Child'larında saxladığınız ədədlə orlayacaqsınız. Çünki child'larda saxladığınız ədədlərdə hansı bitlər 1-dirsə, burada da 1 olmalıdır onlar. Orlayacaqsınız və indi sonra neçə dənə yer 1-dir tapmaq üçün bu ədədin içindəki neçə dənə 1 biti var, onu tapmalısınız. Built-in pop count eləyə bilərsiniz. güzel olanlar da Aha, 250 olanda da artıq ideya bitseti bilməkdir. Bitset kim ki bilir, bitset istifadə edə bilər. Və ya bitset bilməyənlər əslində 4 dənə integerdən də, 4 dənə longdan da istifadə edib eləyə bilərsiniz. Yəni bitset əslində özü arxada, məsələn, bitset bilmədən bu ideyanı düşünən biri əslində elə bir ki, bitseti bir növ özü implementlənmiş ola bilər. 4 dənə long saxlasaz, hansı ki, hər long 64 bitdir və ya 63 bit deyək. Bu kifayət eləyir də 252 bit eləyir. 250'lik bir şey saxlamağa bəs edir. Yəni elə bil ki, sıfırdan və ya 1-dən 63-ə qədər olan rəngləri birinci ədəddə saxlayacaqsınız, elə bil ki, 64-dən yəni o tərəfə olan rəngləri ikinci ədəddə orlayıb saxlaya bilərsiniz və s. Belə 4 dənə ədəd saxlasaz, onda götürüb sadəcə hər nod üçün 4 dənə ədəd saxlamalısınız və aşağıdakı child'larındakı həmin o 4 ədəddən hər dəfə orlamalısınız. Sonra da o 4 ədəddəki built-in pop countları toplamalısınız. Bunun daha general ideyası bitset istifadə eləməkdir. Bitset özü arxada belə işləyir. Okay, yəni bitsetlə eləsəz bu ideyanı, bu da yaxşı həldir və səhv eləmirəmsə small to large mergingdən daha sürətli işləyəcək yəni. Evet. Small to large deyil burada. Çünki burada bizə maraqlı deyil hansı small to hansı large. Bütün hamısını eyni cür birləşdiririk. Burada small to large ideyası yoxdur. Prosto bitset saxlayırsınız. Əgər bitset bilirsinizsə və ya bitset bilmirsinizsə 50 üçün adi long saxlamaq bəsdir, amma 250 üçün 4 dənə məsələn longdan eləyə bilərsiniz. Kim başa düşdü bu ideyaları? Nəsə sual var mı? Nasıl onda köyler cevap veren de Verilən cavabı eniş etdi. Pre-compute eləmişsiniz hər noddakı cavabı. Update var ki məsələdə. Update falan yoxdur da. Verilən cavabı LC'yi tapıb həmən LC olan noddakı cavabı verməkdir. Cavabı hesablamışıq da biz. Yəni burada ədədi tapdıq. Ədədin built-in pop count oranın cavabıdır. Və yaxud bitsetsə bitsetin içindəki bir bitlərinin sayı cavabı.
Belə olanda kompleks divizya olur demək. Bu hissəni hesablamaq n vurulsun bitsetlə olan həldə elə bir ki 250-yə bir konstant desəm, mən nəsə c desəm, c bölünsün 32 və ya 64 olur. Yəni bu da hardan gəlir əslində 64 məntiqi şeydən. Yəni məsələn, elə bir ki 64-lük long-longlar kimi saxlasa bitset onu 4 dənə long-longa ehtiyacı var elə bir ki. Və long-long üzərindəki operationlarda o bir götürür elə bir. Məsələn, built-in pop count saymağı o bir götürür. Düz əslində praktikada yəni şeydə nəzəri olaraq düşünsək o bir deyil, amma praktiki olaraq çox sürətli olduğu üçün o bir götürür. Ona görə belə bir kompleks də alırıq və bu çox yaxşı kompleks. Okey. Geçən baxdıq G məsələsi. G məsələsinə girişən olub. Okey. Gəlin G-yə baxaq. Məsələdə deyir ki, bizdə bir tree yoxdur əslində başda, amma qura-qura gedirik. Birinci tree'nin sadəcə başlanğıc nod olaraq bir dənə nodu var, bir nodu və daha sonra biz bu tree'yə ara-ara nodlar əlavə edirik və nodu əlavə edərkən bizə inputdan necə verir? Verir ki, biz bu nodu tree'də hal-hazırda hansı noda bağlayırıq və verdiyi o hansına bağlayırıq olan nod artıq tree'də mövcud olan bir nod olmalıdır. Onu özü deyir şərtdə. Və təzə bir dənə nod verir, biz onu bağlayırıq. Təzə verdiyi nodda hələ ki tree'də yoxdur. Və arada da bizdən query eləyir, soruşur query x. Query x nə deməkdir? Biz deyir ki, x nodunun eccentricity-sini tapmalıyıq. Bu da nə ilə define eləyir eccentricity-ni? X nodundan hal-hazırki tree'də ən uzaq noda olan məsafə kimi. Gəl məsələn bu example-a baxaq, başa düşmək üçün. Həmən o məsafəni verməliyik. Bir də ki, nodun nömrəsini verməliyik. Bir neçə dənə belə nod varsa maksimum məsafədə olan o soruşulan noddan elə nodlar arasında indeksi ən balaca olan nodu verməliyik. Smallest y. Okay. Başda tree bir dənə bir nodundan ibarətdir. Və başda elə bir dənə query eləyir 1. Bir nodundan ən uzaqda olan nod özüdür və məsafəsi də 0-dır. Ona görə cavab 0, 1-dir. Yəni 0 məsafədə nod olaraq da 1. Sonra update gəlir. Update 1, 4. Yəni 1-ə bağla 4 nodunu dir tree-də. Sonra yenə query gəlir. Query 1. Bu səfər cavab nədir? Bir nodundan ən uzaqda olan nod 4 nodudur və məsafəsi də 1-dir. Ona görə cavab 1, 4-dür. Sonra update gəlir 4, 2. Yəni 4-ə 2-ni bağla deyir. Sonra bir dənə də update gəlir 1, 5. 1-ə 5-i bağla. Sonra bir dənə də update gəlir 5, 3. 5-ə 3-ü bağla. Sonra query 1 gəlir. 1-dən ən uzaqda olan nod burada 2 də ən uzaqdır, 3 də 2 məsafədədir. Ona görə ən balaca nömrəli nod 2 olduğuna görə 2-ni verməliyik. 2 məsafədə 2. Sonra query 2 eləyəndə 2-dən ən uzaqda olan nod burada 3 nodudur. Məsafəsi də 4-dür ora. Ona görə 4, 3 verir. İndi bunu necə həll edə bilərik? Biz tree'də hər dəfə bir dənə nod artırdıqca ümumiyyətlə tree'də hər hansı bir noddan ən uzaqda olan nod hansı nod ola bilər? Bunu birinci bilmək lazımdır. Bilirik hansı nod ola bilər? Diametrin uc nöqtələri ola bilər. Buna bəlkə dərslərdə danışmışdıq. Okay, dolayısıyla biz əslində tree'yə hər dəfə bir dənə nod artırdıqca diametri yeniləyə bilsək, yəni dəyişsə diametri və biz tapsaq ya hal-hazırki təzə diametri nədir, onu saxlaya bilsək və bir də diametrin bir neçə variantı ola bilər. Yəni məsələn, tutaq ki, belə bir qraf düşünün. Məsələn, burada nodları 1, 2, 3, 4 kimi nömrələsəm, 1, 3 də diametrdir, 1, 4 də, 3, 4 də diametr kimi götürülə bilər. Belə olan halda mən ən kiçik 2 dənə nömrəni yadda saxlaya bilsəm, nəyə görə ən kiçik? Çünki məndən hər hansı bir noddan ən uzaqda olan nod soruşunu bir neçə dənəsi varsa, ən kiçik nömrəlini verməyimi istəyir. Ona görə ən kiçik uc nöqtələri, ən kiçik nodlar olan diametri yadda saxlasam, okey. Əslində məsələ həll etmək çətin olmur. O diametri yadda saxlaya bilsəm, daha sonra hər dəfə query gələndə, prosto querydə gələn noddan
o iki dənə uc nöqtəyə olan məsafələri tapmağa çalışacağam. İkisindən hansı daha böyüksə, cavab oradır. İkisi də bərabərdirsə, onlardan nod olaraq hansı daha balaca noddursa, cavab olaraq o nodu verməliyəm. E, indi birincisi necə saxlaya bilərik diametri? Yəni bayaqki example-da trini update eləyə diametri keep track eləməyə çalışır. Başda 1-dirsə, DU və DV deyək, diametrin iki dənə uz nöqtəsində. Başda ikisini də 1 saxlayıram. 1, 1. Sonra 3-yə nod artırdığım zaman nə baş verir? Məsələn, bura 4-ü artırdım. İndi əslində bu hissəsi çox da maraqlı deyil. Burada elə bir situasiya görmürsünüz. 3-nin deyək ki, uz nöqtələrini update elədim necəsə 1, 4 oldu. Biraz irəliləyək. Sonra 4-ə 2-ni artırdım. Burada da nə baş verir? Update baş verir. Olur 1, 2. Sonra 1-ə 5 artırdım. Bu da sadədir. 5-ə 3 artırdım. Hamısı da artacaq. İndi əslində belə düşünün. Deyək ki, hal-hazırda bir situasiya var 3-də və təzə bir dənə nod artırırsınız. Əgər təzə nod artırdığınız zaman diametr dəyişirsə, diametr böyüməlidir, elədir. Çünki təzə artırdığım nod, bu arada nodların nömrələrini artan sırada mı verir, onu bilmirəm. Bunu demirsə, bir dənə case-dən. Hə? Artan sırada vermir heç. Düzdür. Buradan example-dan görünür. Yəni birinci 1-ə 4-ü birləşdirir, sonra 2-ni birləşdirir. Dedim ki, yəni 1, 2, 3, 4 sırası ilə mı birləşdirə gedir 3-yə? Yox, elə deyil. Hə, onda bir case-də nəzərə almalısınız. Diametrin uzunluğu ya arta bilər, artmayıb eyni qalan halda da bu DU, DV-ni dəyişdirməli ola bilərik. Hansı halda? Əgər ki, təzə artırılan nod özü də diametri əmələ gətirirsə və daha balaca nömrəli bir noddursa, onu yadda saxlamaq lazım gələ bilər. Amma əsas məsələ nədir? Təzə artırdığımız nodun özünün hal-hazırki trinin diametrində iştirak eləməsi lazımdır diametrin dəyişməsi üçün. Bu dediyimi başa düşürük. Təzə bir dənə nod artırdıq. Əgər o özü hal-hazırki trinin diametrində iştirak eləmirsə, o zaman diametr dəyişməyib demək. Çünki o bir dənə dəyişiklik elədiyimiz o artırdığımız noddur. Aha, əgər diametr dəyişib dəyişmədiyini necə yoxlaya bilər? Deyək ki, bu triyə bir dənə nod artırdıq. Bura artırmışam məsələn. 3 nömrəli nod. Diametrində bunu artırmazdan əvvəlki uc nöqtələri 1 və 2 idi. 3-dən 1-ə məsafə tapacağam və 3-dən 2-yə məsafə tapacağam. Əgər diametr artıbsa və yaxud eyni ilə bu uc nöqtə də diametri əmələ gətirirsə, o zaman bu noddan əvvəlki diametrin uc nöqtələrindən birinə olan məsafə bu diametr olmalıdır, ən böyük məsafə olmalıdır, elədir. Çünki bayaqki tridə ən uzaq diametr bu uc nöqtələr idi. O zaman təzə artırdığım noda ən uzaq məsafədə olan nod bu iki noddan biri ola bilər. Bu iki noddan biri ola bilər deyə də o ilə diametri əmələ gətirən bir nod varsa, o iki noddan biri bu ilə təzə artırılan nodla diametri əmələ gətirə bilər. Ona görə təzə artırılan noddan bu noda məsafəni tapsam, bir də bu noda məsafəni tapsam, əgər ki, bu məsafələrdən hər hansı biri əvvəlki diametrdən daha böyükdürsə, okey. Demək, təzə diametr budur. Yox, böyük deyilsə, əvvəlki diametrim 2 idi də mənim. Böyük deyilsə, eynidirsə, eyni olan halda bir dənə baxmalıyam ki, əvvəlki diametrin uc nöqtələrindən daha yaxşıdırmı indiki diametr? Daha yaxşıdırsa, daha kiçiksə onu yadda saxlayacağam. Daha kiçik deyilsə, əvvəlkini yadda saxlayacağam. İndi bunu bu şəkildə eləyə bilərik. Amma düşünə bilərsiniz ki, məsafələri hər dəfə necə hesablaya bilərik? Məsafələri hesablamaq da əslində çətin deyil. Triyə hər dəfə bir dənə nod artırdıqca, trini normal 1-də rootlayın. Çünki 1 başlanğıcda onsuz verilmiş noddur. Hər dəfə təzə bir dənə nod artırdıqca o noddan parent'a doğru, root noda doğru 2 üstü məsafələrdə olan nodları saxlaya bilərsiniz. Elədir, binary lifting eləyə bilərsiniz. Bir dənə loqa həmən nod üçün hesablaya bilərsiniz. Dolayısıyla triyə hər dəfə nod artırıldıqca hər nod üçün, hal-hazırda tridə olan hər nod üçün 2 üstü jump eləyəndə hansı nodlara gedir? Bu var əlimizdə. Bu var deyə də iki nod arasındakı məsafəni LCA hesablamaqla tapa bilərsiniz. Yəni loqa tapa bilərsiniz. Okay, deməli distance hesablayan metod var əlimizdə və diametri bu dediyim qaydalarla update eləyə bilərik. Query-də cavab verəndə ta ki, hər hansı query X nodu gəldisə, biz X nodundan DU-ya olan məsafəni hesablayacağıq, DV-yə olan məsafəni hesablayacağıq. Bu ikisindən hansı daha böyüksə onu verəcəyik, bərabər olanda minimum of DU ilə DV-ni verəcəyik.
Kim başa düşdü bu həlli, məsələ həllini? Gəlin koduna da baxaq. Geometrinin distance aidiyyatı yoxdur da çox. Hə. Aha. Yəni 4'ün distance'ı diye bir şey yoktu ki elimizde. 4'ün neden distance'ı? 4'ün evvelki eğer biz 4'ün evvelki diametrin uzun nöqtələrindən distance'ını saxlamış olsaydıq, hə. Amma saxlamaya bilərik. Çünki biz burada diametr ara sıra dəyişir də, elədir. Dəyişdiyi zaman hər nod üçün o nöqtələrdən məsafəni saxlamırıq da. Bunu eləsək çox vaxt gedər. Operation çox eləməli olaraq. Okay. Burada parentation diye bir metod var. Bu her teze artırılan nod için iki üstü parentları hesaplayan metoddur. LC'yi level'a göre hesaplayır. Bu meselede mesela LC'yi şeye göre hesaplayabilmirik. Time in, time out'a göre hesaplayabilmirik. Neye göre? Çünkü time in, time out'a göre tree baştan verilende hesaplamak olur. Çünkü baştan bir kurup root noddan DFS atıp time in, time out'lar hesaplamak lazımdır. Ama her dəfə təzə nod artırıldıkça bunu eləmək olmur. Ona göre level'a göre olan usulla eləmək lazımdır. Video dərsində bundan danışmışdım. O usul belədir. Onun detallarına girmirəm. Əgər nəsə sualınız olsa verə bilərsiniz. Burada iki nodun LC'ni hesablayırıq loga. Sonra iki nod arasındaki distance hesaplayan metod necə işləyir? LC'ni hesablayır. Cavab root noddan LC'ye kadar olan root noddan bu uca, diğer uca olan məsafə çıxılsın LC'ye kadar olan məsafə 2 dəfə. Bu şəkildə distance hesablayır. İndi bu metodlar əlimizdə olandan sonra məsələn belə əldə edirik. DU, DV başda 1'dir. Diametr özdə 0'dır. Query'lər gəldikcə əgər cavab vermə query'sidirsə, o zaman U'dan DU'ya və U'dan DV'yə məsafələri hesablayıram. Əgər D1, D2'dən məsafə 1'ə olan məsafə 2 olan məsafədən böyük bərabərdirsə, D1'i və DU-nu verirəm. Yəni 1'ə olan məsafəni və birinci nodu. Mən burada həmişə elə eləmişəm ki, diametrin uz nöqtələri olaraq DU-da daha balaca tərəf qalsın, DV-də daha böyük tərəf. Ona görə bərabər olan halda DU daha balaca olduğu üçün DU-nu veririk. Əks halda o bu tərəf daha böyüksə D2, DV veririk. İndi nod artırmaq halındaysa U-ya V-ni birləşdirdik. O zaman V-nin birbaşa parenti U-dur. Birbaşa parentini hesablayırıq. Level'ını da parentinin level'ından hesablayırıq. Parentinin level'ı üstə gəl 1'dir. Sonra parentation eləyirik. İki üstü parentlarını hesablayırıq. Ondan sonra indi baxırıq ki, diametrdə bir dəyişiklik baş verəcəkmi? V nodundan əvvəlki diametrin hər iki ucu nöqtəsinə olan məsafələri hesablayırıq. Əgər bu ucu nöqtələrdən məsələn D1 D-dən böyükdürsə, bu arada elə ola bilməz ki, həm D1 D-dən böyük olsun, həm D2 D-dən böyük olsun. Ola bilərmi? Ola bilər əslində, amma olsa D1 D-dən böyüyü saxlamaq daha yaxşı. Çünki D1 daha balaca uc nöqtəsidir. Yəni belə bir situasiyasında ola bilər bizdə. Məsələn deyək ki, bura bir dənə 5 artırsaq, burada hal-hazırda diametr uc nöqtələri yenə də 1-2 saxlanılmışdı, elədir. Çünki 3 daha böyükdür. Burada 5-dən 1-ə məsafədə diametrdir, 5-dən 2-yə də təzə diametrdir. Amma 5-dən 1-əni saxlamaq daha yaxşıdır. Çünki bu tərəf həmişə daha balacadır. Ona görə mən birinci bu məsafənin artdığına baxacağam. Əgər bu artıbsa daha bu tərəfin artıb artmadığı məni maraqlandırmır. Çünki onsuz eyni qədər arta bilər də. D1 əgər əvvəlki diametrdən daha böyüksə, o zaman demək elə hal-hazırda o uc nöqtəni və bir də bu nodu yadda saxlamalıyam. DV-də V-ni yadda saxlayıram, DU-da elə əvvəlki ucu nöqtə qalır. Diametrimi də D1-ə bərabər edirəm. Əks halda əgər D2 artıbsa, yəni D1 artmıyor, amma D2 artıb. Onda demək D2 olan uc nöqtə diametr olaraq qalacaq. Digər uc nöqtəni dəyişirəm. D-unu V eləyirəm. DV olduğu kimi qalır. Diametri D2 eləyirəm. Digər bir hallar hansılardır? Əgər bərabər halı varsa, D1 D-yə bərabər qalıbsa, burada exactly bərabər də yoxlamaq olardı. Çünki
Zaten böyük halında bura girərdi. Ha, bərabər qalıbsa və ikinci ucu nöqtə DV hal-hazırki noddan daha böyükdürsə, onda daha yaxşı olar ki, əslində bayaqki ən balaca ucu nöqtə ilə indiki nöqtəni yadda saxlayım. Çünki daha balaca ucu nöqtə tapmışam ikinci ucu nöqtədən. O zaman DV-də V-ni yadda saxlayıram. Yox, əgər D2 D-dən böyük bərabərdirsə və təzə gələn nod DU-dan daha böyükdürsə, daha kiçikdirsə, sorry. O zaman DU-da V-ni saxlayıram. Bir də bu proses ərzində mən bəzən DU-nu, bəzən DV-ni dəyişdim deyə. İndi elə ola bilər ki, məndə DU DV-dən kiçik olmasın. Onu da hər dəfə qaranti eləmək üçün sonda yoxlayıram. DU daha böyüksə səbəbləsin ki, hər dəfə DU daha balaca tərəf olsun. Bu yuxarıdakı cavabın düz işləmək üçün. Okey. Nəsə sual var? Gəlin digər iki suala da baxaq. H sualında nə deyir? Deyir ki, you are playing a game consisting of n planets. Each planet has a teleport to another planet. N dənə planet var. Hər planetdən başqa bir planetə və ya bəzən özünə ola bilər. Teleport eləmək mümkündür. Amma hər planetdən exactly bir dənə yer var teleport eləyə biləcəyimiz. İndi bizə 2 dənə query verilir və deyir ki, siz X planetində başlayırsınız və K dəfə teleport eləyirsiniz. Yekunda hansı planetdə dayanacaqsınız, hansı planetə çatacaqsınız? Burada constraintlər nədir? N 2-5-dir, yəni nodların sayı və querylərin sayı. Bu T-yi hər ininci planetdən teleport elədiyiniz planetin nömrəsidir. Bu da birdən n ola bilər. X hər dəfə bizə verdiyi planetin nömrəsidir. O da birdən n ola bilər. K isə neçə dənə teleport eləyəndən sonra çatacağımız nodu soruşur. O neçə dənə 0-dan 19-a qədər ola bilər. Yəni, əslində bizdə burada bir dənə directed graph verilib bizə. Necə bir directed graphdır? 2, 1, 1, 4 nə demək? Yəni, 1-dən teleport eləyirəm 2-yə. Ona görə 1-dən 2-yə directed edge qoyuram. Sonra 2 üçün 1-dir. 2-dən 1-ə teleport eləyirəm. 3 üçün də 1-dir. 3-dən də 1-ə teleport eləyirəm. 4 üçün də 4-dür. 4-dən də özündən özünə teleport eləyirəm. Yəni, belə bir directed graphdır. Və bu qrafın üzərində bizdən soruşur ki, məsələn, bir nodundan başlayıb 2 dəfə keçib getsəm, hara gedib çataram? 1-dən başlasam, 2 dəfə getsəm. Və burada çaşdıra bilər ki, bəzən sizi, məsələn, 1-dən başlayıb 2-dən gedəndə müxtəlif yerlərə gedə bilərəm, amma unique pass vardı, elədir. Çünki hər yerdən çıxan bir dənə edge olduğuna görə, məsələn, 1-dən gedə biləcəyim sadəcə bir dənə yer var, 2, 2-dən gedə biləcəyim sadəcə bir dənə yer var, 1. Ona görə K dəfə gedəndən sonra unique gəlib bir dənə yerə çıxacam, harasa. Məsələn, 1-dən başlayıb 2 dəfə gedəndə gəlib 1-in özünə çıxıram. Elədir, 2-yə getdim, təzədən 1-ə gəldim. Bunu adi naif şəkildə eləsək, yəni adi T ilə K dəfə getsək, time limit olacaq, çünki K böyükdür. Dolayısıyla nə edə bilərik? Binary lifting istifadə edə bilərik. Yəni, biz hər noddan 2 üstülərlə saxlasaq ki, 2 üstü J dənə gedəndə hansı noda çıxırıq, bunları hesablasaq, bu da 2 üstü neçəyə qədər lazım ola bilər bizə? Təqribən 30-a qədər. Çünki 2 üstü 30 artıq 19-dan böyük eləyir. 2 üstü 30-dan o tərəfə lazım deyil. Hər noddan dolayısıyla 2 üstü 30-a qədər 2 üstü dəfə gedəndə hansı nodda çıxdığımızı hesablasaq, binary lifting kimi. Daha sonra hər hansı bir X-dən başlayıb K dənə getməyi biz necə hesablaya bilərik? X-dən başlayıb K-nın içinə sığan 2-dən böyük qüvvəti nədirsə o qədər dəfə gedəcəyik. Sonra hansı noda çatırıqsa o noddan artıq məsələn 2-dən X-dən başlayıb 2 üstü J1 qədər gedə bildim. Hansısa bir X1 noduna gəldim. İndi gələn səfər X1-dən başlayıb bu K çıx 2 üstü J1-in içinə sığan ən böyükünün qüvvəti nə edirsə o qədər gedə bilərəm yuxarı. X1-dən deyək ki, sığan 2 üstü J2-dir. O zaman 2 üstü J2 qədər gedəcəm və s. Yəni, dolayısıyla K ədədinin içindəki bir bitləri olan positionlar hansılardırsa, mən X-dən başlayaraq X nodundan həmən bit positionların 2 üstü qüvvəti qədər binary jumping eləyə getsəm, yekunda gəlib çatacağım yerə çatacağım, elədir. Bu da loga hesablaya bilirik, log K-ya hesablaya bilirik hər query-ni. Başdan da biz n log K-lıq bir pre-computation eləməliyik.
Bir başa düşürüb məsələ həllini. Kimin sualı var bu həllə bağlı və ya koda baxmaq istəyirsə deyə bilər. Okey. O zaman bunun ikinci versiyası olan məsələyə keçək. O kifayət qədər çətindir bundan. Bu məsələyə kimsə baxıb. Okey. Burada da eyni şərtli məsələdə, amma yəni tree deyirəm, qraf eyni şəkildə verilir teleportationlar. Amma soruşduğu şey odur ki, hər query'də bizə iki dənə nod verilir, A və B nodu və biz tapmalıyıq ki, A nodundan B noduna getmək üçün minimum neçə dənə teleportation eləməliyik və ya ümumiyyətlə mümkün deyilsə A-dan B-yə getmək, o halda da -1 verməliyik. İndi gəlin buradakı example-a baxaq. Bir dənə example-a baxaq sonra. Qraf belədir. 1-dən 2-yə teleport eləyə bilirik. 2-dən 3-ə teleport eləyə bilirik. 3-dən təzədən 2-yə teleport eləyə bilirik. 4-dən 3-ə, 5-dən 2-yə. 4-dən 3-ə teleport eləyə bilirik. 5-dən də 2-yə teleport eləyə bilirik. Qrafımız bu şəkildədir. İndi məsələn bir dənə example soruşur. 1-dən 2-yə soruşur. Cavab 1 verib burada. Görək nədir? 1-dən 2-yə sadə görürük ki, 1-dən bir dənə teleport eləsə 2-yə gəlib çıxırıq. 1-dən 3-ə soruşub. 1-dən 3-ə də görürük ki, 1-dən 2-yə, 2-dən 3-ə 2 teleportla gəlib çıxa bilirik. Minimum 2 teleport. Amma daha uzun da çata bilərik elədir. Çünki 1-dən 2-yə gəlib 2-dən 3-ə, təzədən 3-dən 2-yə, 2-dən 3-ə burada çoxu fırlanıb da 3-ə təzədən gələ bilərik. Amma minimum teleport sayı 2-dir. 1-dən 4-ə isə gələ bilmirik ümumiyyətcə. Çünki 1-dən 2-yə gələ bilirik, 2-dən sonra 3-ə gedə bilirik. Buradan təzədən 2-yə qayıda bilirik. 4-ə getmək mümkün deyil. Ona görə -1 olur cavab. Nəsə deyirdin Fatih? Aha. Graf şimdi saklayarken reverse hani normal var. Aha. A'dan B'ye gidince esnafta da ya ben sadece mesela birinci A'dan reverse grafdan gelip B'den de düşmeye A'dan B'ye bakmayacak. B'den S'den A'ya. Onu elemek için B'den normal graftan gider. Esnafında reverse graftan aklan gelir. Ya da tersine de olabilir. Bu ikisinde de sana minimum sağlıyor. Biraz hallar var. Bence tam olarak yeterli değil dediğin şeyler. Çünkü birincisi grafta bir neçə komponentlər yaranır. Komponent nəyə deyirəm? Məsələn, bu bir dənə komponent olsun tutaq ki, ümumiyyətcə qrafı təsəvvür eləsəz, yəni burada yaranan qraf necə bir qrafdır? Baxın, qraf şeylərdən ibarət olacaq. Belə burada çəkib göstərək. Cycle'lar yaranacaq ortada. Cycle'lar. Və sonra bu cycle'lara gələn belə şeylər ola bilər. Bu şəkildə. Yəni, fərqli-fərqli nöqtələrdən belə fəslər gələ bilər. Elədir. Yəni, teleportationlar bu şəkildə ola bilir. Burada da görə bilərsiniz. Bir dənə cycle yaranır. Bir neçə dənə də yarana bilər. Belə və o cycle-a nələrsə gəlib birləşə bilər. Heç nə birləşməyə bilər, amma və ya nələrsə birləşə bilər. Yəni, cycle var və kənardan cycle-a doğru bir axın var, elə bil teleportationlar. Amma cycle-dan kənara doğru bir axın olmayacaq, elədir. Nəyə görə? Çünki cycle-da hər noddan bir dənə teleportation elə özü cycle-ı yaratdığına görə o noddan daha başqa bir qırağa bir çıxış ola bilməz. Cycle-ın öz içində teleportationlardır. Bir də kənardan nələrsə cycle-a gəlib daxil ola bilər. Və bu şəkildə bir neçə belə bir komponent ola bilər. Bunların hər birinə bir komponent kimi yanaşsaq, burada bir dənə də belə bir şey ola bilər. Burada da yenə nələrsə kənardan daxil olur və s. Bir neçə belə komponentlər ola bilər. İndi iki dənə nod, bir noddan digərinə getmək mümkündür, mümkün deyil. Ümumiyyətlə, əgər iki fərqli komponentdədirsə bu nodlar mümkün olmayacaq, aydın məsələdir. Çünki burada olan bir şeydən burada olan bir şeyə gedə bilmirəm. İndi ikisi də eyni komponentdədirsə nə edəcəyik? İkisi də eyni komponentdədir. Məsələn, tutaq ki, A buradırsa, bu nod A olsun. Bura B-dirsə.
Burada da A'dan B'yə gedə bilmirəm, elədir. B'dən A'ya gedə bilirəm, amma A'dan B'yə gedə bilmirəm. Okey, nə hallar var? Ümumiyyətlə birinci əslində bunu müəyyən eləmək lazımdır, cycle-ları. Yəni siz birinci bu qrafda yaranan cycle-ları müəyyən eləməlisiniz. Sonra cycle-lara bir dənə nod kimi baxanda, elə bir ki, bir dənə nod kimi baxsaz, yekə bir nod da elə bir. Orada tree-ni rootlasaz və bu edge-lərə tərsinə baxsaz, buradan cycle-a doğru yox, cycle-dan aşağıya doğru. Bu cycle-dan hər bir noda olan məsafəni hesablaya bilərsiniz. Cycle-dan hər bir noda olan məsafəni nəyə görə hesablamalıyıq? Məsələn, düşünün ki, burada bir dənə nod var. Bu noddan, burada cycle-da da deyək, neçə dənə nod olsun? Çəkdiyim qədər olsun. Neçə dənə çəkdim? 1, 2, 3, 4, 5, 6. Məsələn, 6 dənə noddur cycle-da və burada da çəkdiyim kimidir. 1, 2, 3, 4 belədir. Məsələn, bu noddan, bu A olsun, bu noda məsafəni hesablamaq istəsəm, nə etməliyəm sizcə? Yəni, buradan bura məsafəni tapmaq üçün hansı data əlimdə olsa hesablaya bilərəm? Hə? Cycle-a ən qısa məsafə. Cycle-a zaten hər noddan bir dənə məsafə mümkündür. Yəni, birincisi, cycle-da yəni, elə bir ki, hər nodun birləşdiyi bir yer var. O birləşdiyi yerə olan məsafə, məsələn, A-dan bura qədər olan məsafəni tapdım. Okay. Bu mütləq lazımdır. Bura qədər gəldim. İndi buna deyək A'. Bir də buradan B-yə getməm lazımdır. Bunun üçün nə lazımdır mənə? Yox, reverse graph. Reverse graph zaten şey üçün lazım olacaq. Bunun üçün. Buradan cycle olan məsafə üçün reverse graph mənə lazım olacaq. Niyə? Çünki buradan əslində DF-yə satıb aşağıya doğru gedib bu məsafələri hesablayacaq. Onun üçün mənə reverse graph lazımdır ki, buradan bir dəfə DF-yə satıb aşağıya bütün hamısından cycle olan məsafələri hesablayım. Və cycle-da bir noddan başqa noda olan məsafəni necə tapa bilərəm? Yox. Bu məsələdə əslində LC ilə bağlı çox bir şey yoxdur, yəni. Yəni LC ilə bağlı çox bir şey yoxdur deyəndə bir də bir şey başqa şeyin ancestorıdır və yaxud deyil, belə şeylər müəyyən eləmək lazımdır, amma tam olaraq LC-yə hesablamaq lazım gəlmir. Yəni burada əslində qeyri-adi bir şey yoxdur. Greedy bir məntiq. Yəni burada bir dənə cycle var elə bil əlimizdə. Bir noddan başqa noda neçə stepə gedə bilərsiniz? Bunu hesablamaq lazımdır. Bu da nədir? Məsələn, cycle-ı hansısa bir noddan başlayaraq nömrələsəz, cycle istiqamətində, tutaq ki, bu birinci nod olsun, yəni bu 2 olsun, bu cycle-dakı 3-cü nod, bu cycle-dakı 4, bu 5, bu 6-cı nod olsun. İndi mənə nə lazımdır? 2-dən 6-ya getmək. Onda 2-dən 6-ya getməkdirsə, balacadan böyüyə getməsi ilə fərqə bərabərdir steplərin sayı, elədir. 1, 2, çünki cycle istiqamətində nömrələmişəmsə bunları mən. Balacadan böyüyə getməkdirsə, 1, 2, 3, 4 stepdir. Yəni 6 çıxır ki. Amma məsələn, tutaq ki, 6-dan 2-yə getmək olsaydı necə olardı, necə tapardın? Hə, yenə də fərqi üstə gəlsin, mənfi verdisə, cycle-ın uzunluğunun üstünə gələcəm elə bir ki. Yəni 2 çıxılsın 6, mənfi 4, üstünə cycle-ın uzunluğu 6, 2. Yəni 2 stepə gedə bilirəm. Yəni cycle-da hər hansı bir noddan bir noda getməyi başa düşdüyünü necə tapa bilərik? Okay, onda deməli, indi bir noddan, belə bir noddan, cycle-da olan bir noda məsafəni hesablamaq üçün birinci bu noddan onun cycle-da birləşdiyi noda olan məsafəni tapmalıyıq. Sonra o cycle-da birləşdiyi nod nədir? O nodu da bilməliyik. O noddan da bu noda olan məsafəni də cycle-ın içindəki iki nod arasındakı məsafə ilə tapa bilərik. Okay, indi hansı case-lər var? Birincisi, əgər ki bizdə A-dan B-yə getmək soruşulursa, A-dan B-yə getmək. Əgər B nodu cycle-da olan bir nodursa, təbii ki, ikisi də eyni komponentdədir də, eyni komponentdə deyilsə, onsuz cavab mənfi 1-dir. B nodu cycle-da olan bir nodursa, həmişə gedə bilərik ora, elədir. Çünki cycle-da olan bir noda hər yerdən getmək mümkündür. Bu komponentdəki. Ona görə ki, cycle-a gəlmək olur və cycle-da da istənilən yerə fırlanmaq olur. Okay, deməli B cycle-da olan nodursa, onda mən nə etməliyəm? A-dan tapmalıyam onun cycle-dakı birləşdiyi yerə olan məsafəni, ora gəlməliyəm, o nodu tapmalıyam. O noddan da B-yə olan məsafəni tapmalıyam. Bu şəkildə cavabımı tapdım. İndi başqa hansı case var? B cycle-da olan bir nod deyilsə, B cycle-da olan bir nod deyil, amma aynən eyni komponentdədirsə, o zaman A-dan B-yə hansı halda gedə bilərəm, hansı halda gedə bilmərəm? Sizcə? B cycle-da olan bir nod deyil. Eyni komponentdədirlər, amma cycle-da olan bir nod deyil. A-dan B-yə hansı halda gedə bilərəm, hansı halda gedə bilmərəm? Gedə bilmədiyim hallar təbii ki var.
adları elektriklisə, Ha, onda əgər A B-nin sayılırsa, satrisindədirsə, aha, aha. ona gedə bilir. Onda intihar var. Aysa. Elə bir ki, indi bunun üçün bizə bir də ekstra şey lazım. Necə ki, bunu tərs qraf saxlayıb buradan defə satıb aşağılara məsafələri hesablayanda bir də in time out time eləsək, bizə nə lazımdır? Əgər B nodu cycle-da deyilsə, onda A noduna o halda B noduna gedə bilərəm ki, B A-nın ancestor olsun. Çünki yuxarı qalxa-qalxa gedəndə ancestor-dırsa ora qalxa bilərəm. Başqa bir yerə gedə bilmərəm. Onda ancestor olub olmağı da in time out time saxlasaz ona görə yoxlaya bilərsiniz. Okey. O halda eğer Ancestor'sa gidebilirsiniz. Onda step sayını necə hesablayabilirsiniz? Aynen. Binary jumping'e ehtiyac yoxdur. Çünki burada hər şeyə qədər məsafəni saxlamışız. Tutaq ki, B burada buradırsa, A buradırsa, o halda Ancestor'ı da B-A'nın. Prosto B-yə məsafə, A-ya olan məsafədən B-yə olan məsafəni çıxsaq elə bunu verər də bizə. Elədir. Çünki eyni chain'də elə bir olmalıdır onsuz da gedə bilməyimiz üçün. Məsələn, bu qanadda olsa zaten ancestor olmayacaq. Burada da buradan bura məsafə elə cycle-dan olan məsafələrin fərqidir. Aha, bu halda da belə. Belə də deyilsə cavab yenə -1-dir. Yəni B cycle-da deyilsə və B A-nın ancestor deyilsə demək cavab -1-dir. Məsələn, belə bir situasiya ola bilər. A buradadır, B bu tərəfdə bir qanaddadır, burada bir yerdədir və s. Və yaxud A daha yox, eyni qanaddadır, amma A buradadır, B daha aşağı bir yerdədir. O hallarda A-dan B-yə getmək olmur. Bu halları handle etməlisiniz. Bunun biraz implementation narahat ola bilər məsələn. Çünki bir neçə step var. Bir cycle-ları müəyyən eləmək var, sonra cycle-ları nömrələmək var. Hər cycle-ın uzunluğunu saxlayıb nömrələməlisiniz. Sonra tərs qrafda hər cycle-a görə olan qrafda elə bir ki, DF satıb, əslində bir dəfə DF satıb eləyə bilərsiniz bunu general. Prosto elə bir ki, tərs qrafda məsafələri əslində DF-lə yox, belə hesablaya bilərsiniz. DF-lə də istəsəz hesablaya bilərsiniz, fərqi yoxdur. DFS-i isə belə eləyə bilərsiniz. Elə bir ki, bu nodlar root nodlardır, hamısı cycle olan nodlar. Siz cycle olan nodlardan bir dənə for qrup DFS hər dəfə call eləyə bilərsiniz. Yəni elə bir ki, bir dənə DFS kodu yazacaqsınız, prosto bir neçə dəfə call olacaq o DFS kodu. Sonra nələr lazımdır? Sonra nələr lazım olursa koda baxsaq görə bilərik. Koda baxmaq istəyirsinizmi? Yoxsa özünüz mü yazmaq istəyirsiniz? Hansı? Özünüz yazmaq istəyirsiniz. Okey. Okey, onda koda gəlin baxmayaq. İdeyaları bildiniz. Bir neçə şey saxlamalısınız da. Yəni burada size'lar, hər nodun cycle-da hansı noda birləşdiyi, məsafə və s. Bir 4-5 tür şey saxlamalısınız və onlardan istifadə edib cavab verə bilirsiniz query'lərə. Belə. Başa düşdü həlli. Tamam. Məsələlər qarda, hə? Məsələlər bu qədər. Elə çox vaxtımız qalmayıb. Təzə dərs dua etmalı yenə video qoyacağım. Baxasınız və o videoda biraz çox şey var. Amma topik olaraq orada başda yenə trilinearization-dan danışılır. O hissəni bilirsiniz deyə baxmaya bilərsiniz. Sonrasında səhv xatırlamıramsa strongly connected component-dən danışılır. Ona baxın. Ondan sonrasında da bridge və articulation point-dən danışılır. Bu strongly connected component və bridge articulation point. Gələn dərsin mövzusu bunlar olsun. Onlara baxarsınız, onlara aid məsələlər qoyacağım. O videoda başqa da nələrsə danışılmış ola bilər, dəqiq xatırlamıram, amma qoyarkən çalışacağım şey edeyim. Hansı dəqiqədən sonra hansı mövzu başlayır, orada linklər kimi şey qoyacağım. Klik edib üstünə gedə bilərsiniz o şəkildə. Okey, nəsə sual yoxdursa yekunlaşdıra bilərik.